Dekabrın 19-da Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Əli Xəlil Mustafanı qəbul edib. Azərbaycan və İraq arasında siyasi və tarixi dini mənəvi əlaqələrin inkişafının vacibliyinə toxunan Şeyxülislam Allahşükür Paşazadə İraqa səfərini xatırladı. Bu torpaqlarda yerləşən müqəddəs məkanları ziyarətin, Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin məzarını ziyarətin hər bir azərbaycanlı üçün kəsb etdiyi böyük mənəvi dəyəri vurğulayıb. İraqda əsrlərlə yaşayan azərbaycanlıların sıralarında tanınmış din alimlərinin olduğunu fəxrlə qeyd edib. Qeyd edib ki, ölkələrimiz, xalqlarımız arasında tarixi, ənənəvi, mədəni, mənəvi, doğma münasibətlərin qorunub saxlanılması, inkişaf etdirilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Şeyxülislam Allahşükür Paşazadə bu yaxınlarda Riyadda keçirilən BMT Sivilizasiyalar Alyansının 11-ci qlobal forumunda iştirakı, keçdiyi görüşlərdən bəhs edib. İraqda nüfuzlu din alimləri, tanınmış üləmalarla görüşməyin önəmli olduğunu ifadə edib. İraqlı diplomat öz növbəsində Qafqaz müsəlmanlarının möhtərəm din xadimi olan Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycan-İraq dini mənəvi əlaqələrinin dərinləşməsi istiqamətində fəaliyyətini minnətdarlıqla vurğulayıb. Azərbaycanın Vətən müharibəsində qazandığı zəfərdən, Azərbaycan xalqının uğurlarından, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən qürur duyduğunu ifadə edib. Şeyxülislamın İraqa səfərlərinin böyük önəm daşıdığını qeyd edən İraqlı diplomat, yaxın gələcəkdə Azərbaycanın dini liderinin qardaş ölkəni ziyarət edəcəyindən məmnun olacağını diqqətə çatdırıb. Şeyxülislam Allahşükür Paşazadə İraqla Azərbaycan arasında əlaqələrin xalqlarımız, dövlətlərimiz arasında mövcud körpülərin daha da möhkəmləndirilməsi istiqamətində səylərində İraqlı diplomata fəaliyyətində uğurlar diləyib.